10 uşaq, 8 nəvəm var. Uşaqları, qızları keçirmişəm. Şükür Allah yaxşıdır. İşte uşaqlar biri fizikə elə ki müəllim olmaq istəyir, oxuyur. Biri də polis olmaq istəyir. 31-i axşam saatından ona dünyaya gəlib. Adı da Murad. Şükür Allaha yaxşıdır. Vəziyyətim gözəl dövlətdə yaşayırıq. Sosial alıram, dövlət də kömək eləyib. Pis deyil, şükür Allah. Allah olmayanlara qismət eləsin. Türkiyana, Ətriyə, Fatimə, Nərminə, Sabinə, Zeynəb, Mədinə, Ali, Yusuf, Murad. 25 yaş böyük evladım var. 10 dənə uşağım var. 8 dənə nəvəm var. Allah hamıya qismət eləsin. Şükür Allaha. Mənim axırıncı oğlum yanvarın yeni il axşamı 01:02-də dünyaya gəlib. Onun adını Murad qoymuşuq. Allah hamıya arzularının muradına çatsın. Şükür Allaha, qurban olum Allaha. Mən öz uşaqlarımla fəxr edirəm. Allah mənə 10 dənə uşaq verib. 7 qız, 3 oğlandı. Allah hamını, necə deyirlər, balaları qorusun, nəvələri qorusun. Allah hamıya çox evladıma pis şeydir. Qurban olum Allaha. Şükür Allaha hər nəyini saxlayırıq. Geyimi, izahını, tərbiyəliyi hamı yaxşıdır. 7 dənə qız böyütmüşəm. Onların tərbiyələri, onların ağılları, hər nəyi. 3 dənə oğlandı. 2 dənə oğlum, biri və oğlum fizika olmaq istəyir. İkinci oğlum polis olmaq istəyir. İnşallah öz arzularına, muradlarına çatarlar. Muradını ən yüksək yerlərdə onun səsi gəlsin. Allah hamı muradlarına çatsın. Mənim muradım da öz muradına çatsın. Şükür hamı yaxşıdır. Şükür Allaha. 10 dənə uşağım var. Heç nə neynim dövlət tərəfindən eləməmişəm. Dövlət saxlayır uşaqları. Onların çox uşağını vaxtı-vaxtına verir. Sosialini vaxtı-vaxtına verir. Hər nəyini. İndiyə qədər onları aç saxlamamışam. Ona görə 10 dənə uşaq dünyaya gətirmişəm. İmkanı olsa yenə də gətirərəm. Burası qurban olum Allaha. 10 dənə bəsimdir. Bütün xanımlardan necə arzulayıram ki, deyirəm bayaq kimi çox uşaqlı heç bir ziyanı yoxdur. Nə var? 8 dənə nəvəm var, qurban olum onlara.